Ona göre deyirlər, eşitmişsiniz, deyirlər, Səfər ayı ağır aydı. Səfər ayı niyə ağır aydı? Çünki aləmlərə rəhmət olan Peyğəmbər gedib də bu dünyanı tərk edib. Peyğəmbər səssizlikdə dünyadan köçüb, amma 100 qılınc zərbəsi dəyməkdən daha artıq məzun olub. Bunu başa düşən lazımdır ki, asta-asta yana bilsin Peyğəmbərə. Şəhadət günündə. Bugün Allah'ın bize əmrlərini çatdıran şəxsin bizi tərk elədiyi gündür. Həzrət Əli əleyhissalam elə belə söz deməz ki, onu məzara qoydu qəbrə, əlini çəkdi qəbrinə. Ya Resulallah, səbir yaxşı şeydir, amma sənə aid deyil bu. Yeri var adam səbirsiz olsun. Sənin gedişin o qədər ağırdır ki, səbir eləməsə yeri var adam. Sinəsini dağlasa yeri var.